Assalamu aleykum və rəhmətullahi təala bərəkatuhu. Dostlar, mən Ayşə. 7 ildir hicama və zəli müalicəsi ilə xidmətinizdəyəm. Bu gün sizə hicamadan çıxan qan barədə qısa və faydalı məlumat vermək istəyirəm. Hicama zamanı çıxan qan adətən toksinlərlə yüklənmiş, durğunlaşmış və oksigeni azalmış qandır. Zamanla bədənimizə hava, su, qida, içkilər, dərmanlar və müxtəlif mazlar vasitəsilə ağır metallar və toksinlər toplanır. Bunların bir qismi təbii yollarla tam atılmır və dərinin altında toxumalarda yığılıb qalır. Bəzən insan elə olur ki, yuxu da kömək etmir, vitamin də, özünü ağır hiss edir, başı dumanlı olur, bel, boyun ağrıyır, əsəb gərginləşir. Çünki problem çox vaxt əzələdə deyil, qan dövranında və toxumalarda yığılan durğunluqdadır. Hicama həmin durğunluğu açır, bədəndə yığılan yükü çıxarır. Qan dövranını hərəkətə gətirir və bədəndə yenilənmə başlayır. Elə buna görə hicamadan sonra çoxları deyir: sanki üstümdən ağır yük götürüldü, nəfəsim açıldı, bədənim yüngülləşdi. Hicama sadəcə prosedur deyil, bəzən insanın özünə etdiyi ən gözəl qayğıdır. Amma unutmayın, mütləq steril şəraitdə və peşəkar tərəfindən edilməlidir.